Bir saat vaxtım var. Anamgil bizə gəlir. Günorta yeməyinə bir neçə variantda yeməklər hazırlayacağım. İnşallah ki çatdıraram. İlk öncə soğanı, əti, tərəvəzləri bu formada alt üst düzdüm və üzərinə kərə yağı, azca su əlavə etdim, qoydum bişməyə. Kartofu isə bu formada doğrayıb sarı kök, duz və yağla qəşəng qarışdırdım. 2 stakan düyünü duzlu suda bu formada gözlətdim. Düşündüm aşın yanına ən gözəl ləvəngi yaraşar. Hazırladığım ləvəngini də toyuğa əlavə etdim. Kənarda islatdığım düyünü başladım suda bişirməyə və kartoşka ilə toyuğu da qoydum duxovkaya. Düyünü dəmə qoyub evdə çatışmaya ərzaqlar üçün gedirəm qonşumuzdakı Oba marketə. Bəs siz bilirdiniz ki 10-19 aprel tarixlərində Oba marketlərin 10 illiyinə özəl onun sürətli seçimi kampaniyası başlayır. Hər ayın 10-undan başlayaraq 10 gün ərzində seçilmiş 10 məhsul sizə xüsusi endirimlə təqdim olunur. Siz də bu sərfəli təkliflərdən yararlanmaq üçün alış-veriş zamanı mütləq Oba Plus tətbiqini kassada oxutmağı unutmayın. Endirimlər artıq başladı. 19 aprelə qədər davam edəcək. Fürsəti qaçırmayın, siz də yararlanın. Alış-verişimi etdim, tez qaçdım evə. Artıq yeməklərim də hazır oldu. Valideynlərim də gəldi. Tam bir saata çatdırdım.